Hər vaxtınız xeyir əziz dinləyicilər. Mən Murad. Mən də Leyla, hər kəsi salamlayırıq. Bugün sizinlə birlikdə həqiqətən də çox dərin bir mənbəyə baş vuracağıq. Söhbət Eckhart Tolle'nin Şimdinin gücü, yəni bizim dildə indinin gücü kitabından gedir. Bəli, kitabın alt başlığı da var, mənəvi maariflənmə rəhbəri. Çox iddialı səslənir, amma həqiqətən də milyonlarla insana təsir etmiş bir əsərdir. Elədir. Məqsədimiz də bugün bu kitabın içindəki o əsas, təməl fikirləri, yəni məsələn, indiki an niyə bu qədər qiymətlidir? Zehnimizin o bitməyən səs-küyündən necə xilas ola bilərik? Ya da o içimizdəki izdırabdan azad olmaq mümkündürmü? Bax, bu kimi suallara cavab axtarmaqdır. Ümid edirik ki, bu söhbətimiz sizin də bəlkə gündəlik həyatınıza, baxış bucağınıza nəsə yeni bir şey qatar, kiçik bir təkan verər. Və başlanğıc üçün çox maraqlı bir məqam var. Müəllifin öz hekayəsi. Yəni, kitab təkcə nəzəriyyə deyil, Tolle'nin özünün yaşadığı çox dərin bir transformasiyadan doğulub. Ay sağ ol. O, kitabın girişində bundan danışır. Deməli, 29 yaşında çox ağır bir depressiya içində olur, hətta intiharın bir addımlığında. Və bir gecə artıq özümlə yaşaya bilmərəm deyə bir düşüncə gəlir ağlına. Və bu düşüncə onda qəribə bir sual yaradır. Əgər mən özümlə yaşaya bilmirəmsə, deməli iki mən var. Biri yaşayan, digəri isə yaşaya bilməyən. Və bu sualın ardınca birdən-birə o mən dediyi, o əzab çəkən kimlikdən ayrılır, bir boşluğa düşür sanki. Amma bu qorxulu yox, dərin bir sakitlik hissi verən boşluq olur. Və bu onun mənəvi oyanışı olur. O andan sonra hər şey dəyişir. Bütün kitab əslində o anın və ondan sonraki dərk etmələrin, o sakitliyin, o mövcudiyyət halının izahıdır bir növ. Bu təcrübə kitabın təməlini təşkil edir. Elə isə gəlin birinci əsas mövzudan başlayaq. Kitabın elə ilk bölümü də belə adlanır. Siz zehniniz deyilsiniz. Bu nə deməkdir əslində? Bu, bəlkə də Tolle'nin ən fundamental mesajıdır. Deyir ki, biz adətən özümüzü başımızdakı düşüncələrlə eyniləşdiririk. Davamlı olaraq nəsə düşünürük, keçmiş haqqında, gələcək haqqında, özümüz haqqında, başqaları haqqında, sanki başımızda bir şərhçi oturub və dayanmadan danışır və biz o səsi özümüz zənn edirik. Hə, o daxili monoloq. Bəzən heç fərqinə də varmırıq. Düzdür. Tolle deyir ki, əksər iztirabımızın, narahatlığımızın kökündə məhz bu dayanmadan düşünən zehinlə, onun yaratdığı kimliklə özümüzü eyni tutmağımız dayanır. Biz düşüncələrimiz deyilik, biz o düşüncələri müşahidə edə bilən şuuruq. Hətta o məşhur Descartes-in fikri var, düşünürəm, deməli varam. Tolle bunu bir növ tənqid edir, eləmi? Tam tənqid deməyək, amma fərqli bir perspektivdən yanaşır. Deyir ki, düşünmək varlığımızın sadəcə bir funksiyasıdır, amma varlığımızın əsası deyil. Əsl varlığımız o düşüncələrin arxasındakı sakit, dərin şuurdur. O zehnin yaratdığı mən hissini isə Tolle ego adlandırır. Ego. Bu sözü çox eşidirik. Tolle'nin tərifində ego necədir? Tolle'yə görə ego zehnin yaratdığı saxta bir kimlik hissidir. Keçmiş təcrübələr, inanclar, sosial şərtlənmələrlə formalaşmış bir mən obrazı. Bu ego daima özünü qorumağa çalışır, təsdiq axtarır, özünü başqaları ilə müqayisə edir və çox vaxt münaqişə yaradır. Çünki onun varlığı qarşıdurmalardan, fərqliliklərdən bəslənir. Çox həssas bir quruluşdur əslində. Bəs duyğular. Onlar bu mənzərədə haradadır? Bəzən elə bilirik ki, duyğularımız bizik. Çox vacib məqamdır. Tolle duyğuları zehnin bədəndəki reaksiyası kimi təsvir edir. Yəni, məsələn, ağlınıza mənfi bir düşüncə gəlir. Qorxu, inciklik, qəzəb düşüncəsi. Bu düşüncə demək olar ki, anında bədəninizdə bir reaksiya yaradır. Ürək döyüntüsü artır, əzələlər gərginləşir, mədədə bir sıxıntı yaranır. Bax, bu duyğudur. Zehin və duyğu bir-birini gücləndirən bir dövriyə yaradır çox vaxt. Deməli, düşüncəni dəyişməsək, duyğuda davam edir. Əsasən hə. Əgər biz zehnimizlə, yəni düşüncələrimizlə eyniləşməyi buraxsaq, o düşüncələrin yaratdığı duyğuların da üzərimizdəki o avtomatik, idarə olunmaz təsirini azaltmış oluruq. Onları sadəcə bədəndəki hisslər kimi müşahidə edə bilirik, onlara qapılmadan. Yaxşı, bu zehinlə eyniləşmədən çıxıb, o daha dərin şuura necə çatmaq olar? Cavab yəqin ki, kitabın adındadır. İndinin gücü. Tamamilə. Tolle təkrar vurğulayır ki, həyat əslində yalnız və yalnız bu anda baş verir. İndi. Keçmiş artıq yoxdur.
O, sadəcə zehnimizdəki xatirə izləridir. Gələcək isə hələ yoxdur. O da zehnimizin bir proyeksiyası, gözləntisidir. Amma biz demək olar ki, həmişə ya keçmişdə yaşayırıq, kaş ki belə olaydı, niyə elə oldu, ya da gələcək üçün narahat oluruq. Görəsən nə olacaq, bunu necə edəcəm? İndiki an sanki arada itir, batır. Bəli, o zamanı iki yerə ayırır. Saat zamanı və psixoloji zaman. Saat zamanı praktikdir. Gündəlik həyat üçün lazımdır. Səhər saat 7-də durmaq, işə getmək, görüş təyin etmək. Bunda problem yoxdur. Aha. Amma psixoloji zaman, yəni zehnimizin keçmişdəki peşmançılıqlarda, incikliklərdə ilişib qalması və ya gələcəklə bağlı qorxu, narahatlıq, həyəcan içində olması, bax əsas problem budur. Tolle deyir ki, bizim əksər istirabımız, stresimiz məhz bu psixoloji zamandan, yəni indidən qaçmaqdan qaynaqlanır. Bu bir illüziyadır əslində. Çünki həyat yalnız indidə yaşanır. Nəzəri olaraq başa düşüləndir. Amma praktikada necə? O qədər vərdiş etmişik ki, keçmişə, gələcəyə getməyə. İndiki anı necə tutmaq olar? Zehn dərhal başqa yerə qaçır axı. Tolle bunun üçün çox sadə, gündəlik həyatda tətbiq edilə biləcək yollar təklif edir. Məsələn, ən güclü vasitələrdən biri diqqəti daxili bədənə yönəltməkdir. Bir anlıq dayanıb, əllərinizin içindəki o canlılığı, enerjini hiss etməyə çalışın və ya ayaqlarınızdakı hissləri. Bədənin bir bütün olaraq içindəki həyatı duymaq. Bu, sizi dərhal zehnin səs-küyündən çıxarıb indiyə getirir. Hə, maraqlıdır. Başqa? Başqa bir yol gündəlik adi hesab etdiyimiz işləri tam şuurlu şəkildə etməkdir. Məsələn, əl üzünüzü yuyarkən suyun sərinliyini, dərinizə toxunuşunu, hərəkətlərinizi tam hiss edin. Qab yuyursunuzsa, suyun səsinə, sabunun qoxusuna, əlinizdəki qabın toxumasına fokuslanın. Yemək yeyərkən sadəcə yeməyin dadına, qoxusuna, çeynəmə prosesinə diqqət yetirin. Heç bir mühakimə etmədən sadəcə prosesin özünü yaşamaq. Nəfəs almaq və vermək həmişə indidə baş verir. Nəfəsinizin bədəninizə necə daxil olub çıxdığını bir neçə dəfə şuurlu şəkildə izləmək ən sürətli indiyə gəlmək yollarından biridir. Və ya ətrafınızdakı səsləri dinləmək, amma onlara quş səsi, maşın səsi kimi etiket yapışdırmadan sadəcə səs dalğaları kimi qəbul etmək. Bütün duyğu orqanlarını tam aktivləşdirmək. Bu biraz meditasiya kimi səslənir, amma gündəlik həyatın içinə inteqrasiya olunmuş şəkildə. Məqsəd, zehnin daimi fəaliyyətindən ara verib, o fəaliyyətin arxasındakı sakit müşahidəçiyə, yəni əsl özümüzə qayıtmaqdır. Bu hala Tolle mövcudiyyət halı, state of presence deyir. Bu, həm də Tolle'nin başqa bir vacib konsepsiyası ilə bağlıdır. Ağrı bədəni, pain body. Keçmişdən gələn o ağır yük. Bu nədir tam olaraq? Bəli, çox vacib bir anlayışdır. Ağrı bədəni, belə deyim, bizim keçmişdə yaşadığımız, amma tam olaraq həzm edə bilmədiyimiz, üzləşmədiyimiz, ifadə edə bilmədiyimiz bütün emosional ağrıların cəmidir. Bu, sanki bizim enerji sahəmizdə yığılıb qalmış köhnə negativ bir enerji kütləsidir. Şəxsi ağrılarımız yoxsa kollektiv? Hər ikisi də ola bilər. Həm uşaqlıqdan gələn şəxsi travmalar, incikliklər, qorxular, həm də hətta nəsillərdən və ya cəmiyyətdən bizə ötürülən kollektiv ağrılar bu ağrı bədənini formalaşdıra bilir. Ağrı bədəni əksər vaxt latmış vəziyyətdə olur, amma müəyyən tətikləyicilər, bir söz, bir baxış, bir xatirə, hətta bir düşüncə onu oyada bilir. Oyandığı zaman isə sanki bizi ələ keçirir. Biz artıq özümüz olmuruq. Ağrı bədəninin idarəsi altına düşürük. Dərin kədər, qurban psixologiyası, dramatizasiya bunlar çox vaxt ağrı bədəninin təzahürləridir. Və maraqlısı odur ki, ağrı bədəni yaşamaq üçün daha çox ağrıya ehtiyac duyur. Ona görə də o aktivləşəndə biz şuursuz olaraq elə vəziyyətlər yaradırıq və ya elə reaksiyalar veririk ki, daha çox ağrı çəkək və ya başqalarına ağrı verək. Bu, onun qidalanma mexanizmidir. Qorxulu səslənir. Bəs bundan qurtulmaq mümkündürmü, yoxsa ömür boyu onunla yaşamağa məhkumuq? Tolleyə görə qurtulmaq mümkündür, amma yolu onunla döyüşmək deyil. Çünki onunla döyüşmək, ona müqavimət göstərmək ona enerji verir, onu daha da gücləndirir. Bəs nə etməli? Yeganə yol, Tolle deyir, onu müşahidə etməkdir. Ağrı bədəni oyandığı zaman onun içində olan o güclü emosiyaları, qəzəbi, qorxunu, kədəri hiss etməyə özümüzə icazə vermək, amma onunla eyniləşməmək, yəni mən qəzəbliyəm deməyə əvəzinə, içimdə qəzəb hissi var,
ağrı bədəni aktivləşib deyə bilmək. Onu mühakimə etmədən, dəyişdirməyə çalışmadan sadəcə bir enerji sahəsi kimi izləmək. Bu asan deyil yəqin ki. Əlbəttə asan deyil, amma mümkündür. Bu şuurlu diqqət, bu müşahidə işıq kimidir. Ağrı bədəni isə kölgə kimidir. İşığın olduğu yerdə mövcud ola bilmir. Zamanla bu şuurlu müşahidə ağrı bədəninin enerjisini azaldır və onu transformasiya edir. Bu məni növbəti vacib mövzuya gətirir. Təslimiyyət. Bu söz çox vaxt mənfi çalarlarla başa düşülür. Sanki məğlub olmaq, passivlik, laqeydlik kimi. Bəli, çox yayğın bir yanlış anlaşılmadır. Amma Tollinin təslimiyyət anlayışı tamamilə fərqlidir. Bu, heç də acizlik və ya nə olursa olsun tipli bir laqeydlik deyil. Əksinə, bu çox güclü bir daxili vəziyyətdir. Təslimiyyət, Tolliyə görə, indiki anın reallığına qarşı daxili müqaviməti buraxmaqdır. Yəni, olanı olduğu kimi qəbul etməkdir. Bu o demək deyil ki, vəziyyəti bəyənirsiniz və ya onunla razısınız. Sadəcə, hal-hazırda vəziyyət budur, faktını qəbul edirsiniz. Məsələn, xoşumuza gəlməyən bir hadisə baş verəndə, xəstəlik, itki, çətinlik. Bəli, belə anlarda zehin dərhal müqavimət göstərməyə başlayır. Bu niyə mənim başıma gəldi, belə olmamalıydı. Bu ədalətsizlikdir. Bax, bu daxili müqavimət, bu yox demək halı əslində vəziyyətin özündən daha çox iztirab yaradır. Təslimiyyət isə bu daxili müqaviməti buraxıb hə deməkdir. Amma bu passiv bir hə deyil. Yəni təslim olmaq hərəkətsiz qalmaq demək deyil. Qətiyyən. Əksinə, vəziyyəti olduğu kimi qəbul etdikdən sonra artıq daxili müqavimətə, negativliyə, reaktivliyə enerji sərf etmədiyimiz üçün nə etmək lazımdırsa onu daha aydın bir şəkildə görə və daha effektiv şəkildə hərəkət edə bilərik. Əgər vəziyyəti dəyişmək mümkündürsə, hərəkətə keçirik. Əgər mümkün deyilsə, onu tam qəbul edirik və enerjimizi boş yerə müqavimətə xərcləmirik. Dəyişdirilə bilməyən şeyləri qəbul etməyin özündə böyük bir güc və rahatlıq var. Bu həm də mənfi vəziyyətlərdən dərs çıxarmaq, onları mənəvi inkişaf üçün istifadə etmək anlamına gəlir yəqin ki. Tam olaraq, müqavimət göstərmək əvəzinə, təslim olanda çətinliklərin içindəki gizli dərsləri, fürsətləri görməyə başlayırıq. Hər bir çətinlik əslində bizi daha şuurlu olmağa, egodan uzaqlaşmağa bir dəvətdir. Bütün bu danışdıqlarımız zehin, ego, ağrı bədəni, indidə olmaq, təslimiyyət, bunların hamısı bizim münasibətlərimizə necə yansıyır? Çünki münasibətlər çox vaxt ən çox istirab çəkdiyimiz sahə olur. Çox doğru. Tolle buna da geniş yer ayırır kitabda. Aydınlanmış münasibətlər adlı bir bölümü var. O deyir ki, əksər münasibətlər, xüsusilə romantik münasibətlər əslində egonun ehtiyacları və oyunları üzərində qurulur. Əvvəlcə güclü bir cazibə, sevgi hissi olur, amma bir müddət sonra münaqişələr, incikliklər, ittihamlar başlayır. Çünki əslində o ilkin cazibə çox vaxt egonun qarşı tərəfdən özünü tamamlama, öz boşluğunu doldurma istəyindən irəli gəlir. Ego istədiyini ala bilməyəndə və ya qarşı tərəf onun gözləntilərini doğrultmayanda, sevgi hissi asanlıqla nifrətə, qəzəbə çevrilə bilir. Bu da egonun mən tək başına yetərli deyiləm inancından qaynaqlanır. Əslində bu sevgi deyil, egonun yapışqanlığıdır. Tollu deyir ki, sevgi egodan gəlmir, o indidəki mövcudiyyət halından, şuurun dərinliyindən doğur. Bəs aydınlanmış münasibət necə olmalıdır? Aydınlanmış münasibət Tolleyə görə münasibəti bir mənəvi təcrübə meydanı kimi görməkdir. Yəni münasibətdə problem çıxanda dərhal qarşı tərəfi günahlandırmaq əvəzinə diqqəti öz daxilinə yönəltmək. Bu vəziyyət məndə hansı reaksiyanı oyadır? Hansı köhnə ağrım, hansı egoik qəlibim aktivləşdi? Münasibət özümüzü tanımaq, egomuzu və ağrı bədənimizi müşahidə etmək üçün bir güzgüyə çevrilir. Deməli, məsuliyyəti öz üzərimizə götürməkdir bir növ. Bəli, öz reaksiyalarımızın məsuliyyətini götürmək. Bu o demək deyil ki, qarşı tərəfin davranışları həmişə doğrudur. Amma bizim ona verdiyimiz reaksiya bizim özümüzə aiddir. Bu yanaşma münasibətləri böyümə və şuurlanma vasitəsinə çevirir. Özümüzlə olan münasibət də burada çox vacibdir yəqin. Əgər tək qalanda özümüzlə rahat deyiliksə,
başqalarından çox şey gözləyirik. Ay sağ ol. Əgər biz öz daxilimizdə indinin sakitliyində rahatlıq tapa bilmiriksə, o zaman davamlı olaraq xaricdən, münasibətlərdən, uğurlardan, əşyalardan təsəlli və tamlıq hiss axtaracağıq. Amma bu axtarış heç vaxt bitməyəcək. Özünlə sülh içində olmaq, indidə kök salmaq, başqaları ilə daha sağlam, asılılıqdan uzaq, həqiqi sevgi və hörmətə əsaslanan münasibətlər qurmağın təməlidir. Təkbaşınalıqda rahat olmaq çox vacibdir. Beləliklə, ümumiləşdirsək, şimdinin gücü əslində bizi bir növ oyanışa çağırır. Başımızdakı o səsküylü dünyadan çıxıb, həyatın əslində yaşandığı yeganə məqama indiki ana qayıtmağa dəvət edir. Bəli, əsas mesajlar bunlardır. Biz zehnimiz deyilik, düşüncələrimizin arxasındakı şuuruq, həyat indidə yaşanır, psixoloji zamandan və onun yaratdığı istirabdan qurtulmaq mümkündür, keçmişin emosional yükü olan ağrı bədənini şuurla müşahidə edərək transformasiya etmək olar və baş verənlərə qarşı daxili müqaviməti buraxmaq, yəni təslimiyyət, əsl güc və rahatlıq mənbəyidir. Bütün bunlar da sonda daha dinç, daha mənalı bir həyata və daha sağlam münasibətlərə yol açır. Tamamilə. Amma yenə də vurğulamaq lazımdır ki, bu kitab sadəcə oxuyub kənara qoyulacaq bir əsər deyil, daha çox bir bələdçidir, praktikadır. Buradakı fikirləri gündəlik həyatın kiçik anlarına belə tətbiq etməyə çalışdıqca, onun dərin təsirini hiss etmək mümkündür. Həqiqi bir daxili dəyişiklik potensialı var. O zaman dinləyicilərimiz üçün bir düşüncə toxumu əkək. Bu söhbətdən sonra ya da elə indi, hətta çox qısa bir an üçün, bəlkə 10 saniyəliyinə dayanıb, zehninizdəki bütün o düşüncələri, planları, narahatlıqları bir kənara qoyub, tam olaraq bu an nə baş verdiyini hiss etməyə çalışsanız, bədəninizdəki hansısa bir hissiyat, aldığınız nəfəs, ətrafınızdakı bir səs, bunu etsəniz nə fərq edərdiniz? Bu kiçik təcrübə belə bəlkə də gününüzə fərqli bir rəng qata bilər. Həqiqətən də, bu cür dərin mövzuları araşdırmaq sizin üçün maraqlıdırsa, bizi izləməyə davam edin. Çalışacaq ki, belə faydalı mənbələri sizinlə birlikdə müzakirə edək. Və əlbəttə, əgər bu müzakirə xoşunuza gəldisə, kanalımıza abunə olmağı, bu bölümü bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Fikirlərinizi də şərhlərdə gözləyirik. Növbəti dərin araşdırmalarda görüşənədək. Sağ olun.